Salam bir daha, axşamınız xeyir olsun. Salam. Deməli, Salam, axşamınız xeyir. xoş gəldiniz. Salam mən. Salam uşaqlar. Deməli uşaqlar, bu gün bilirsiniz ilk dərsimizdir. İlk mövzunu keçirik. Əvvəlcə istəyirəm dərslər haqqında sizə məlumat verim ki, nə formada təşkil olunur. Deməli, mütləq şəkildə mən hər dərs yeni mövzu keçiriksə əgər, onu izah edirəm. Nümunə suallarına baxırıq ki, bu dərsdən hansı tipli tapşırıqlar qarşınıza çıxa bilər. Nümunə suallara baxmaq vacibdir. Çünki sadəcə dərs izahı olub nümunə suala baxmayanda siz o testləri işləyəndə çətinlik çəkirsiniz, artıq həvəsdən düşürsünüz. Amma azdan çoxdan nümunə sual olanda işləməyiniz daha rahat olur. Bundan əlavə hər mövzu sonu mütləq şəkildə həmən mövzudan qəbullara düşmüş sualları işləyirik. İstər buraxılış, istər blok hamısına baxırıq. Məsələn, kimlərsə deyə bilər, hə, tutaq ki, mən buraxılışa hazırlaşıram, niyə blok işləyim? Lazımdır, çünki adam çətinə öyrəşəndə asan ona daha da asan gəlir də. Həm də ki, özünüz də görürsünüz, ətraflı yazılılarda buraxılışa da kifayət qədər çətin suallar düşür. Ona görə işləmək lazımdır. Bundan əlavə, mütləq şəkildə hər birinizin səhv dəftəriniz olmalıdır. Həftəlik dəftərlərinizi yoxlayacağam. Həm tapşırıq dəftərlərinizi, həm də səhv dəftərlərinizi. Səhv dəftərinə, məsələn, bu dəfə verdim sizə natural dedləri. Yazdınız, lap yaxşı. Səhvləriniz çıxdı da, indi mütləq ki, səhv çıxır adam test işləyəndə. Həmən səhvləri o səhv dəftərində yenidən bir də işləyirsiniz növbəti dərs üçün. Bir də işləyirsiniz, bu artıq sizin həmən tapşırığı daha yaxşı başa düşməyinizə və daha yaxşı yadda saxlamağınıza kömək olur. Belə, yəni dərsi də dediyim kimi, dərsdə videosunu canlı şəkildə izah eləyəcəm, amma video qeydini də göndərəcəm ki, sonra da istədiyiniz vaxt baxa biləsiniz. İndi gəlin başlayaq. Dərs vaxtı da nəsə sualınız oldusa, probleminiz olsa, orada əl qaldırmaq işarəsi var. Mütləq şəkildə ona basın, sualınızı verin. Yəni, heç nədən çəkinməyin, utanmayın. Dərsə biz niyə qoşuluruq? Nəyisə öyrənmək üçün. Yəni, ona görə çəkinməyə, utanmağa səbəb yoxdur. İlk mövzumuz natural ədədlər. Mən sizə çox nəyisə əzbərləməyin tərəfdarı deyiləm. Çox sizə məcbur da etmirəm nəyisə əzbərləməyə. Önəmli qeydləri sadəcə olaraq dərk etmək lazımdır, başa düşmək lazımdır. İndi düsturdursa, hə, sən bunu təbii ki, əzbər yadında saxlamalısan. Amma hardan alındığını, niyə alındığını bilib yadda saxlamalısan ki, onu tətbiq eləyəsən. Yoxsa məsələn, uşaqlar var, baxıram, sual cavab eləyirəm. Düsturları bilir, amma tətbiq eləyə bilmir. Çünki başa düşməyib. Yəni, biz də çalışacağıq ki, onun üstündə işləyək, başa düşəsiniz hər şeyi. Getdik. Problem olsa dediyim kimi, orada əl qaldırmaq işarəsi var, bildirərsiniz. İlk mövzumuz natural ədədlər. Natural ədədlər birinci hissədə cəbr mövzuları arasında deyərdim ki, ən qarışığı, ən çox olanıdır. O birisilər, yəni bunun yanında asandır, həqiqətən. Natural ədədlər, uşaqlar, bizim sayanda istifadə etdiyimiz ədədlərdir. Bunu hamınız eşitmişsiniz yəqin ki, saymaq zamanı istifadə etdiyimiz, istər miqdar sayı olsun, istər sıra sayı. İndi gəlin bunun məntiqini sizə belə izah edin. Tutaq ki, mən deyirəm ki, masanın üstündə 5 kitab var, 5 ədəd kitab var. Ola bilər də 5 ədəd kitab, doğru gəlir qulağa. Amma mən sizə gəlib desəm ki, uşaqlar, masanın üstündə 5,2 dənə kitab var. Tam belə şoka düşər ki, elə bir şey ola bilər. 5,2 dənə kitab necə olsun? Və yaxud da mənfi 5 dənə kitab. Görürsünüz, məntiqsizdir də. Demək ki, biz bu ədədləri sayanda istifadə etmiriksə, onda bu ədədlər natural deyil. Hansılar oldu? Kəsirlər. Bu formada da yazıla bilər. 2-də 1, 5-də 1 və yaxud da. Yəni, adi kəsirdə, onluq kəsirdə. Mənfi ədədlər və 0. Bunlar natural deyil. Yadda saxlayın. Sıfırı xüsusilə də. Çünki bəzən uşaqlar qarışdırır, elə bilir sıfır naturaldır. Sıfır natural deyil. Türk ədəbiyyatlarında məsələn natural qəbul olunur, amma bizdə natural qəbul olunmur. Bunu yaxşı yadda saxlayın. İndi gəlin baxaq natural ədədlərin onluq say sistemində yazılışı. Aranızda yəqin ki, birinci qrupa hazırlaşanlar var. Orada informatika oxuyanda fikir vermişsinizsə, say sistemləri dərsində deyilir ki, ikilik say sistemi, onluq say sistemi, 8'lik və s. Yəni, biz onluq say sistemindən istifadə edirik deyə, o demək deyil ki, ancaq onluq say sistemi var. İkilik say sistemi, məsələn, kompüterlərdə olur, 0-1'lər. Görürsünüz, 2'nin özü yoxdur ki, 0-1, 2'yə qədər. İndi onluq say sistemi də, uşaqlar, ondan istifadə olunmur. Ona qədər, yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.
Gördünüz, 10 yazmadım ki mən bura. Bax, bunlar bizim onluq say sistemimizi təşkil edən rəqəmlərdir. Rəqəmlə ədəd bir-birindən fərqlənir. Rəqəmlər budur. Rəqəmlər birləşir, ədədlər əmələ gətirir. Məsələn, mən 10 ilə 5-i yanaşı yazıram, olur 15. Bu artıq rəqəm yox, ədəd adlanır. Yəni, rəqəmlə ədədin fərqini bilək. İndi bunu sizə niyə dedim? Üstü xəttlər var. Bax, bu A ilə B burada rəqəmdir, yanaşı yazılıb 2 rəqəmli ədəd yaradıbdır. Amma üstü xəttli olmayanda biz bilirik ki, necə idi? A vur B-dir də. Tutaq ki, A 1-dirsə, B 5-dirsə, bu artıq olacaq 1 vur 5, elə 5. Amma üstü xəttli olanda 1 ilə 5-i sən böl-bölə yazırsan, olur 15. Fikir verirsiniz fərqi. Gəlin, indi öyrənək, görək ki, üstü xəttlərin açılışı necə olur bəs? Bunu əslində 2 formada aça bilərsiniz. İndi mən 2 cür deyəcəm, sizə hansı rahatdırsa o cürdə öyrənin. Biri odur ki, təhlik onluq baxırsınız. Bu təhlikdir də, sondan başlayırsan, sonra onluq gəlir. Onluqda dayananı 10-a vurursan, təhlikdə dayananı elə 1-ə vurursan, özünü yazırsan yəni. Yüzlük varsa 100-ə vur, minlik varsa 1000-ə vur. Gəlin bir dənə böyüyünə də baxaq. Buna da ikinci üsulla baxaq. A, B, C-dir. 4 rəqəmli ədəddir, düzdür? Çünki 4 dənə rəqəmdən istifadə olunub. Baxın A-ya. Özündən sonra 3 dənə rəqəm gəlir, daha doğrusu. Onda 3 sıfırlıdır bu. 1 arxasında 3 sıfır. 1000 A. B-dən sonra 2 rəqəm gəlibsə artıq 2 sıfırlıdır. 100 C. Sonra C-dən sonra 1 rəqəm qalıb deyə 10 C. Daha D-dən sonra da yoxdur da təhlikdir. Birinci üsulla da yazsanız eyni şeydir. Təhlik onluq minlik deyəsiydiniz. A minlikdə D 1000 A, B yüzlükdür 100 C, C onluqdur 10 C, D təhlikdir, görürsünüz bir dənə D yazdım. Yəni bu üstü xəttlər vacibdir, bir çox sualın həllində işimizə yarayır. Bir də gəlin burada tək və cüt ədədlər haqqında danışaq. Cüt ədədlər 2-yə bölünən ədədlərdir. Yəni hər hansı ədəd 2-yə bölünürsə cütdür. Bölünmürsə demək təkdir. Burada da vacib məqam nədir? Məsələlərin həllində işimizə yarayacaq. Cütlər 2n formulundan işarə olunur. Təklər isə 2n plus 1. Bunun da səbəbi nədir? Mən cütlərə dedim ki, 2-yə bölünə fikir verirsiniz. Ona görə 2 vuraq n şəklində göstərəm ki, onun tərkibindəki o 2 vurğunun mütləq olduğunu qeyd edeyim. 2n plus 1 də ona görə tək olur ki, siz fikir veribsiniz ədədlərə. Həmişə cütdən sonra tək gəlir. Bir cüt, bir tək, bir cüt, bir tək. Ona görə sən elə bir cütün üstə bir dənə ədəd gələndə artıq avtomatik tək almış olursan. 2n plus 1 olur tək. Bu da yenə də məsələlərin həllində işimizə yarayır. Bilmək lazımdır. Yəni əzbərləməyin, sadəcə başa düşün də məntiqini, mahiyyətini anlayın. Sonra belə tip tapşırıqları çox görəsiniz burada. Bunları yazmağın ən sadə variantı ədəd qoyaraq yazmaqdır. Sənə verib ki, 7A çıxaq 3 tək ədəddir. Amma sən bilmirsən də A təkdirmi, cütdürmü? Onda A-nın yerinə bir dəfə tək ədəd qoy, bir dəfə cüt ədəd qoy. İstədiyin tək ədədi qoya bilərsən. Məsələn, 1 qoyaq. 1 niyə dedim? Məhz hesablamaq asan olsun deyə. 7 vur 1 çıx 3 kvadratı. 4 kvadratı 16. Fikir verin uşaqlar, tək almadım. Məndən tək istəyirdi, cüt aldım. Demək bu səhvdir. Keçirəm indi A-nın yerinə cüt ədəd qoyuram, yoxlayıram. 2. Görək bu ödəyirmi? 14, 3 çıxdım, 11 kvadratı da 121. Doğrudan da görürsünüz, düz gəlir. Tək oldu. Deməli, sən variantlarda da harada A görürsənsə, yerinə 2 yazıb hesablaya bilərsən. A variantına baxın, 2-nin kvadratı çıx 1. Deyə bilər, say müəllim, mütləqdir ki, 2 yazın. 2 yazma, 4 yaz, 6 yaz, 100 yaz. İstədiyin cüt ədədi yaza bilərsən. 2-nin kvadratı 4, çıx 1, elədi 3. Bizdən amma cüt istəyirdi. Bu səhvdir demək, ödəmədi şərti. Burada yəqin ki, ödəyən hansı olar, baxaq. B-də ödəmir məncə. 2 qoysaq. C ödəyir elə bil. B ödəmədi çünki. Baxın bir dənə C-yə. 2-nin kvadratı 4, üstünə 2 gəldik 6. Bu da ödəmir axı. B variantı ödəyir də. Ödəyirdi. Hə, düzəyirsiniz, B ödəyir.
Bu da ödəmədir. Bu 7 elə görürsüz təkdir. B-ni arada qoymuşam. 5 vur 2 üstəgəl 2. Elədi 12. Gördünüz, cüt aldıq doğrudan da. Vəssalam. Yəni bu tapşırıqları yazmağın həll variantı bu. Düz deyib, bəzən qayda ilə də yazmaq olur. Cütü təkə vuranda, nə bilim, tək çıxanda. Onlarla çox qəlizdir. Beyniniz qarışır. Lazım deyil. Ondan sonra yerinə bir dəfə cütü təmsil eləyən cüt ədəd qoy, bir dəfə tək ədəd qoy, hesablan. Yəni gözəl elədir. Bunlar hamısı o şəkildə gedir. Sonra bu suala baxın. Bu sual 2 dəfə düz qəbul imtahanına düşübdür. Buraxılışa. Üstə bu yaxınlarda, yaxın illərdə düşüb. Dəqiq ili yadımda deyil. İndi qəbul suallarını işləyəndə özünüzdə görəsiniz. Deyir, ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Ən kiçik bilmirəm neçədir. N deyə bilərəm, X deyə bilərəm, A. Ürəyim istəyən hərfi qoya bilərəm, yəni onun heç bir əhəmiyyəti yoxdur. Ardıcıl ədədlər bir-bir artır da. N, N plus 1, N plus 2 və s. 100-cü artıq N plus 99 olur. Birdən deyər saymayı. Niyə N plus 100 olmadı? Fikir verin, mən burada sıfırdan başlamışam. N plus sıfırdan. Ona görə artıq 99 yazanda üstə gəldi. Bu 100-cü olmuş olur. Bax, bu birincidir, bu ikincidir, bu üçüncüdür. Bu artıq 100-cü ədədimdir. Və aydındır. Başa düşməsəz deyin mütləq. Deməli, indi ən kiçik hansı oldu? N. Ən böyük hansı oldu? N plus 99. Cəmi deyir 629-dur bunların. Kiçiklə böyüyün. Toplayıram. 2N bərabərdir. 99-u keçirsəm 629-un yanına çıxaq olar. Keçirdəndə işarəni dəyişməyi unutmuruq. 530. N də olur neçə? 250, 265. Baxın, elə kiçiyi soruşurdu bizdən, o da oldu 265. Soruşa bilərdi sizdən böyüyü, onda N plus 99-u hesablayardınız. Amma elə kiçiyi soruşdu deyə N-i götürdüm. Yenə deyirəm, burada çox uşaq fikir verəmdə nədə çaşır? 100-cü deyəndə elə götürür N plus 100 yazır. Amma yəni sıfırdan başlayıbsınız deyə N plus 99 yazanda artıq sən 100-cünü yazmış olursan elə. Buna diqqət edin. Sonra gəlin üstü xətliyə aid tapşırıqlara baxaq. Bunlar da yenə dəhşət çox düşür. AB üstü xətli 2A plus 4B'dir. Biz dedik bunu açanda 10A və üstəgəl 1B şəklində açırıq. Sonra da təbii ki A'ları bir tərəfə yığırıq. A'lar bir-birindən dostdur. Onlar bir tərəfdə olmalıdır. B'lər də bir tərəfdə. 10A çıxaq 2A, keçirdəndə də işarəni dəyişdim. 4B çıxaq B. 8A oldu 3B. Burada önəmli bir məqam var. Bax, incəlik var, diqqət edin. Sən mütləq ixtisar eləməlisən belə vəziyyətdə. İxtisar varsa. Yoxdursa təbii ki eləməyəsən, məcbur deyilsən. Amma varsa eləməlisən. İndi burada yoxdur, eləyəcək bir şey yoxdur. K əvəzləməsi deyilən bir anlayış var. Yəqin ki çoxunuz bilirsiniz. K əvəzləməsi riyaziyyatın əsas hissələrindən biridir. Çox misalda qarşımıza çıxır. A-ya B-nin əmsalını deyirsiniz. B-nin əmsalı nədir? 3. 3K. B-yə isə A-nın əmsalını deyirik. 8K. Amma yenə deyirəm, bax, dönə-dönə deyirəm. İxtisar etmədən K əvəzləməsi olmaz qətiyyən. Mütləq tam ixtisar eləməlisən. Daha görürsən, ixtisar getmir, ondan sonra K əvəzləməsini eləyirsən. A oldu 3K, B oldu 8K. Və qeyd edim ki, K burada natural ədəddir. Daha K-nın yerinə 0 olmaz, mənfi ədəd olmaz, kəsr ədəd olmaz. Mütləq natural ədəddir. İndi baxın nə deyirsə. Deyir A üstəgəl B cəmini tap. Burada üstü xətlin tərkibindəkilər biz yuxarıda da demişdik ki, rəqəm olmalıdır. Çünki rəqəmlər birləşib ədəd əməli gətirir. Sən K-nın yerinə birdən başqa ədəd qoyanmırsan. Çünki baxın, 2 qoymaq istəsən 8 vur 2, 16. B-ni ədədə çevirdi. Bizə lazım ki 9-da qədər olsun. Oradan tərəf olmaz. Məcbur ancaq 1 qoymaq olar. Onda bu 8 olur, bu 3 olur. Cəmi deyilir 3 üstəgəl 8, 11. Vəssalam. Yəni K əvəzləməsində aldınız, üstü xətlidə qiymət verəndə mütləq şəkildə rəqəm olmasına diqqət edin. K-ya verdiyiniz ədədin gör bunu 2 rəqəmliyə çevirməsin. Mütləq rəqəm olmalıdır.
Deyə bilərsiniz ki, məsələn, burada mən 4 də qoya bilərəm. 3 vur, yox, 4 qoymaq olmur. 3 də qoya bilərəm. 3 vur 3 9. Burada qoymaq olmur axı. Elə şey seçməlisən ki, ikisini də ödəsin. Birini ödəsin, birini ödəməsin olmaz. Sonra gəlin burada 17-ci tapşırığa baxaq. Bu da çox maraqlıdır. Bu da yeni sualdır, köhnə topluda olmayanlardandır. Belə suallar da yenə qarşınıza çox çıxacaq. Əslində çox sadə bir izahı var. Diqqət eləyin. Deyir, ABC natural ədədlərdir. B-nin ala biləcəyi ən böyük qiymət. Bax, uşaqlar, bir dənə həyati misal çəkim də sizə. Aparırsınız sinif yoldaşlarınıza, sinifdə konfet paylayırsınız da. İstəyirsən ki, dostuna çox qalsın. Ən çox konfeti dostuna verəsən. Onda neyniyəsən? O birisi uşaqlara çalışasan ki, ən az verəsən ki, verə biləcəyin ən az konfeti verəsən. Axırda dostuna gəlsin, ən çox qalsın. Düzdür? Bu da onun kimi. Sənə demir B ən çox olsun. B-ni işarələ, altına yaz maksimum. Yəni B çox olsun. Onda A ilə C azdır da, minimum yazıram qısaca. Getdik indi fikirləşək. A natural ədəddirsə yerinə ən az 1 qoya bilərəm. Burada C-nin yerinə mən ürəyim istəyən ədədi qoya bilmirəm, təəssüf ki. 1 qoyanmaram məsələn. Çünki 1 8-ə bölünmür. 2 də qoyanmaram. Elə də qoymalıyam ki, 8-ə bölünən ədəd olsun, amma ən kiçik. O da hansıdır sizcə? 16. Daha kiçiyi də var. 8. Bəli, elə 8-in özü. 8-in özünü deyirəm, ən kiçik. Düzdür, 8-ə bölünən çox ədəd var. 16, 24, hamısını deyə bilərəm. Amma iş orasındadır ki, ən az olmağını istəyirəm. Gətirək indi yerinə qoyaq. 2 vur 1. Üstə gəl B, üstə gəl. 8-i 8-ə böldüm. Bərabərdir 50. Hesablayaq. 2 üstə gəl B, üstə gəl 1, bərabərdir 50. Buradan da 3 üstə gəl B 50-dirsə, B də olacaq 47. Vəssalam. Demək, B-nin ala biləcəyi ən böyük qiymət 47 olar. Buna deyirlər seçmə üsulu. Belə tip suallar bir neçə dənə görəsiniz, qəbula da düşüb neçə dəfə. Toplananlardan birinin çox olmağını istəyirsənsə, digərlərini ən az seçirsən. Və yaxud da birinin az olmağını istəyirsənsə, digərlərini çox seçirsən. Yəni, bu məsələyə diqqət eləyin. Sonra gələk burada bir dənə maraqlı tapşırıq var, 24. Bu da yenə üstü xətlidir, bayaq yazdığımızdandır. Bunu da yazaq, daha yaxşı başa düşün. Demək, mən bunu açıram, 10x, üstə gəl y, çıxaq y. Bu da 10-luq y-dədir deyə 10y, plus x, çıxaq x. Bunlar getdi, bunlar getdi. Fikir verin indi. Onlar da getdi. X bölü y oldu 2 bölü 1. Çarpaz vursam x oldu 2y. İndi k əvəzləməsi eləyirəm yenə də. Qaydamız necə idi? Birinə digərinin əmsalını yazmaq. İndi orada AB deyil, AB idi, burada x-y-dir, fərqi yoxdur. X-ə y-in əmsalını yazıram, y-ə də x-in. Bu 1x-dir deyə əmsal 1k sayılır artıq. İndi getdik. Cəmin deyir ən böyük qiyməti. Baxaq ay uşaqlar, k-nın yerinə ən çox neçə yaza bilərik? K-nın yerinə məsələn mən görürəm ki, 5 yazamıram. 5 yazsam 2 vur 5, 10 oldu, ədədə çevrildi. Biz də bilirik ki, üstü xətliyin tərkibindəkilər maksimum 9 ola bilər. Rəqəmdir çünki. Ona görə ən çox 4 qoya bilirəm də. Ki, 8 olsun. Deyirsiniz 9 olması üçün sən gərək k-nın yerinə 4, onda 5 qoyasan. O da k demişdi yaxı. Natural ədəddir, kəsir ədəd deyil. 2 qoyduq, yox 4 qoymuşduq, bu da 4 oldu. İndi bizə nə lazımdır? X plus y cəmi. 8 üstə gəl 4 edər 12. Vəssalam. Yəni, burada mənim diqqət elədiyim məqamlar nə oldu? Əslində, bura qədər hissəsini çoxunuz bilirsiniz. Sadəcə, uşaqlar nədə çaşır? Burada k əvəzləməsini eləyəndən sonra k-ya qiymət vermək həmişə onlara çətin gəlir. Yəni, fikir verməlisiniz ki, üstü xətliyin tərkibindəkilər rəqəmdir. Rəqəm də maksimum 9 olar. Buna görə mən gördüm ki, k-ya özümü öldürsəm ən çox 4 verə bilərəm. O da 2 vur 4, 8 eləyir. Y-də 4 eləyir. Cəmi də 12. Riyaziyyat öyrənməyin ən gözəl yolu uşaqlar, riyaziyyatı işləməkdir. Yəni, deyim ki, get qaydaları oxu, gəl işləyəsən yox. Ən gözəl yol vərdiş eləməkdir, çox test işləməkdir. Sonra
Bəzən məsələn əlavə kursların sınaqlarına falan baxır uşaqlar. Düzdür, onlara da baxmaq lazımdır. Nə qədər çox suala baxsaq o qədər yaxşıdır, amma ən əsası DİM-in baza suallarını işləməkdir. Qəbullara düşmüş sualları hər mövzu sonu işləmək lazımdır ki, sən artıq hakim olasan ki, natural ədəddən mənim qarşıma nə çıxa bilər ki? Bu suallar. Hamısına hər dərs mütləq şəkildə baxıb analiz eləyəcək və siz özünüzdə orada görəsiniz ki, bu sual düşüb tutaq ki 2021-də gətirib təzədən 2 ildən sonra, 3 ildən sonra 2023-də bir də salıb ona bənzər bir sualı. DİM sualları təkrar eləyir. Demirəm, indi 3-4 dənə yeni sual da olur, amma çox sualı təkrar olur mütləq. İndi gəlin 32-yə baxaq. Bu da çox maraqlı sualdır. Ətraflı yazılığın sualıdır. Üstü xətlidir, yenə görürsünüz. Açıram təbii ki birinci bunları. Bu 10A, 1C, 10B, 1B, 10C, 1A. Sonra da biz demişdik axı, A-lar bir-birindən dostdur, B-lər bir-birindən, C-lər də bir-birindən. Yəni mən A-nın A-nı toplaya bilərəm. O da eləyər 11A. B ilə də B-ni toplaya bilirəm təbii ki. O da olar 11B. C-lər də bir toplandı 11C. Oldu 77. İndi fikir verin, burada 11 ortaq vuruqdur. Mən çıxarda bilərəm. Hər birində görürəmsə, onu ortaq vuruq kimi mötərizə xaricinə qoya bilirəm. Qalır A, B və C. Sonra görürəm ki, hər tərəf 11-ə bölünür. Bölürəm. 1, 7. Ümumiyyətlə, bərabərliyin hər tərəfini eyni ədədə vurmağa və bölməyə haqqınız var. Amma hər tərəfi. Yazdıq. İndi qaydırıq təkrar sualı. Görək sualda bizdən nə soruşur. Həmişə çalışın, sualı səliqəli işləyin. Səliqəli nəyə deyirəm? Xəttiniz baxımına yox. Yəni, sistemli işləyin. Bir cümləni oxudun, tətbiq elədin, artıq bilirsən ki, yolun bir 50%-ni gedibsən. Sonraki cümləni oxu. Deyir ki, bu 3 rəqəmli ədəd ala biləcəyi ən böyük və ən kiçik qiymət. Mən baxıram ki, bu rəqəmlərin cəmi 7-dir. ABC rəqəmdir də, çünki üstü xətlinin tərkibindədir axı. Cəmi 7 eləyən rəqəmlər fikirləşirəm. Bu arada bu böyük olması üçün böyük ədədlə başlamalıdır da. Məsələn, ən çox fikirləşirəm ki, elə buna 7 deyim, bunlara 0-0 qalsın. Amma düz gəlmir. Gəlin səbəbini deyim. Çünki sən B-yə də, C-yə də 0 deyənməzsən, 0-la ədəd başlamaz. Bu səhvdir ona görə. Keçdim, buna 6 dedim, yaxşı dedim, bir dənə azaldım. Buna 1, buna 0, yenə C-yə 0 qaldı, 0-la ədəd başlamaz. Sonra 5 desək, 1, 1. Bu da ikinci şərti bu pozdur. Baxın, fərqli olmalıydı hər üçü bir-birindən. Bu şəri bərabər deyil, fərqli deməkdir. Sonra məcbur 4-ə düşdüm. 2, 1. Baxıram ki, bu ödədir. Cəmi doğrudan da 7-dir və hər biri fərqlidir. Ən böyük elə 4, 2, 1, 421 olar. Ən kiçik də bunu tərsdən yazaram. 1, 2, 4. 1 ilə başlayaram da ən az olması üçün. 124. Məsələn, deyə bilərsiniz ki, ay müəllim, 1, 4, 2 yazanmazdır. Təbii ki, yaza bilərsən, amma ki, ən kiçik olmur da. 124 daha kiçikdir axı. Bunların cəmini soruşur. Baxın, ən böyük qiymətlə ən kiçik qiymətin cəmi. Toplayıram 5, 4, 5. Cəmdə olar 545. Və salam. Yenə deyirəm, bax, kim hansını qaranlıq başa düşsə, yəni tam aydın olmasa mütləq soruşsun. Sonra gəlin növbəti hissəyə baxaq. Növbəti hissəmiz natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsidir. Bu nisbətən ona baxmış daha asandır. Burada çünki adından da görüldüyü kimi toplama, çıxma və onların xassələrinə baxırıq. Toplama deyəndə toplamanın əsas xassəsi nə idi? Yadımıza salaq. Toplananların yeri dəyişdikdə cəm dəyişmir. Vurmanın da əsas xassəsi vuruqların yeri dəyişdikdə hasil dəyişmir. Bir də bizim burada ümumiyyətlə riyaziyyatda ən çox işimizə yarayan qaydalardan biri paylanma xassəsidir. Paylama xassəsi bax budur. Tutaq ki, yazıram A, B, üstə gəl B, C. Burada hər birində B var, görürsünüz.
B-ni onda mən ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram, yazıram A üstə gəl C. Bax, buna deyirlər paylama. Yəni, əsas istifadə etdiyimiz bunlardır. Gəlin buna aid bir dənə misal da göstərim. İşte, əvvəlki topluda var idi, həmən misalları indi çıxardıblar, baxıram. Tutaq ki, özümdən yazıram. 23 vuraq 100, bu da olsun 77 vuraq 100. Biri var 23-ü 100-ə vurasan, təzdən 77-ni 100-ə vurasan, toplayasan, biraz vaxt itkisi olar. Amma buradan görsən ki, 100-lər ortaqdır, götürüb bunları çıxartsan. 23 ilə də 77-ni toplasan, burada 23 qalıb, burada 77. Arada da toplama. Onda nə alarıq? 100 vur 100. Bu da edər 10.000. Görürsünüz, belə daha asandır. Yəni, işimizi hesablamalarda asanlaşdırır. Belə, başqa burada ayrı bir qayda yoxdur. Gəlin, indi görək necə misallar var. Bu sualı hər dərs demək olar ki, uşaqlar həmişə soruşur məndən. Ona görə nümunədə göstərirəm ki, daha yaxşı başa düşəsiniz. Bu 4-cü sual, 3-cü, 4-cü. Fikir verin, 3, 7, 11, 27. Burada da yazıb 233, 237, 241, 257. Sizə bir sir verim riyaziyyatla bağlı. Riyaziyyatda heç vaxt təsadüfi sual vermir. Yəni, ağlına gələn bir sualı hazırlamır. Sənə nəyisə verib bir şey soruşursa, demək ki, onlar arasında əlaqə var ki, soruşur. Olmasa soruşmaz heç vaxt. Baxırsan ki, bu 3-dür, bu 233-dür. Aralarında 230 vahid fərq var. Hiss edirsiniz? 7, 237. 11, 241. Hər dəfə fikir versiniz, fərq 230 qədərdir. Bunu mən onda parçalasam, buna gəlin x deyək də bilmirik. 230 üstə gəl 3 kimi yazaram. O birisini parçalasam 230 üstə gəl 7. Bunu 230 üstə gəl 11. Və s. nöqtələr 230 üstə gəl 27. Bərabərdirsə. İndi fikir verin. Biz 3-ün, 7-nin, 11-in və 27-nin cəmini bilirdik ki, A-ya bərabərdir. Bunların yerinə onda elə bir copy-paste edirəm də. Bunları kəsirəm, yerinə A yazıram. Gəldi indi bu 230-ları toplamağa. Bu da çox sadədir. Bəzən bir-bir açıb da saymaq olar bunu. Bir-bir oturub yazarsınız 230-dan 257-yə kimi 4-4 artıb da ədədləri. Görərsiniz neçədən 230 var. Amma o biraz vaxt alır. Ona görə sizə say tapmaq üsulunu öyrədirəm. Baxın. Say tapanda sondan başlanğıcı çıxın. Bölün artıma. Artım yəni neçə artıb. Görürsünüz burada 4-4 artıb. Üstünə də 1 gəlin həmişə. Düsturumuz budur. Demək necə oldu? Sondan başlanğıcı çıx. Neçə artıbsa ona böl. Üstünə 1 gəl. Gəlin indi tapaq. Sonuncu nədir? 257. Birinci nədir? 233. 4-4 artıb deyə 4-ə bölüb üstünə 1 gəldirəm. 24 eləyir. 24 4-ə böləndə 6 üstünə 1, 7. Demək burada 7 dənə 230 var. 7 dənə 230-u toplamaq elə 7-ni 230-a vurmağa bərabərdir. Bu da olur nə? A üstə gəl 1610. Vəssalam. Bizə bu lazım idi da, bu cəmi ailə ifadə etmək. Yəni dediyim kimi, bunu hər dərs uşaqlar məndən soruşur həmişə bu mövzunu keçəndə. Amma əslində elə bir qəlizlik yoxdur. Sadəcə sualı tanımalısan. Baxmalısan bu tip suallara ki, artıq bir də qarşına çıxanda sualı tanıyasan. Oturub fikirləşməyəsən bir də. Necə işlədik? 233-ü baxdıq tərkibində 3 var deyə, 230 üstə gəl 3 kimi yazdıq. 237-ni 7-dən istifadə edərək parçaladıq. 241-i növbəti gələn ədəddən 11-dən istifadə edərək parçaladıq. Sonra buradakı bu 3-dür, 7-dir, 11-dir, 27-dir. Bunların cəminə bir A dedik. 230-ları da topladıq. 7-dən 230 var idi deyə 7-yə vurduq. Və cavabımız bu şəkildə alındı. Bunlar asandır. İstəyirəm çətinləri əsas yazaq. Asanları özünüz yazasınız inşallah. Burada 11 də maraqlı sualdır. Bu da sırf qəbula düşmüş sualdır. Baxın, sənə deyir ki, ABC natural ədədlərdir. Demir ki, kəsr ədəddir. Naturalı deyir.
Və A-nı B-yə vuranda 23 eləyib. Mən baxıram ki, ancaq 1-i 23-ə vursam ya da 23-ü 1-ə vursam 23 ala bilərəm də. Başqa elə ədəd yoxdur axı. Natural ədəddən gedir söhbət. İndi mən B-yə 23 deyə bilmirəm, çünki gətirib burada qoysam ödəmir. Ona görə məcbur B-yə 1 deyirəm. A-ya qalır onda 23. Burada da yenə B-yə 1 dedik. C-yə qaldı 11. İndi görürsünüz şərtə düz gəldi. Bu şəkildə onda əvəzləmə eləyə bilərəm. Cəmini soruşurdu bizdən. 23, 1 və 11. Cəmi olar 35. Əssalam. Demək, hasilə baxdıq ki, ancaq 1-i 23-ə vuranda 23 alarıq, bir də 1-i 11-ə vuranda 11 alarıq. Hər ikisində B var idi deyə B-yə 1 dedik. A-ya 23 qaldı, C-yə də 11. Cəmləri də 35. Sonra gəlin buradan ətraflı yazılan suallarına baxaq. 19-a. 2 rəqəmli ədəd deyir. Uşaqlar, məsələni yaxşı işləmək istəyirsinizsə, cümlə və cümlə oxuyun. Başlayım axıra qədər oxuyum, sonra oturum, fikirləşim. Elə olsa yazamayasınız. Adam çünki axıra çatanda əvvəli yadından çıxır, nə dediyi unudur. Bu hamı da belədir, normaldır. 2 rəqəmli ədəd deyir, o dəqiqə beynimə siqnal ötürürəm ki, AB üstü xətli idi 2 rəqəmli ədəd. Bunu deyir, bir dənə əvvəlinə, bir dənə də sonuna 2 rəqəmli yazdım. Alınan deyir 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyük olur. Verilən ədəd bu idi da, elə əvvəlki ədəd. 32 dəfə böyükdürsə, bir şeydən 32 dəfə böyükdürsə, demək onu böləndə 32 eləyir də. Sadə bir misal çəkim sizə. Məsələn, 15 3-dən 5 dəfə böyükdür, elə. Hardan bilirəm? 15 3-ə böləndə 5 eləyir. Bu da onun kimi. İndi, buradan biz bilirik ki, məhsul bölünəni tapanda nə etməliyik? Böləni vurmalıyıq qismətə. 32-ni vururam AB üstü xətliyə. Bunu biz ibtidai sinifdən bilirik də. Gəlin sizə sadə misal üzərində göstərim. X böl 4 bərabərdir 5. Desəm X-i tapın, o dəqiqə mənə deyirsiniz 4 vur 5, 20. Bu da onun kimi də uşaqlar. Bunu tapmaq istəyirəmsə mən bu hissəni. AB-ni vurmalıyım 32-yə. İndi gəlin bu üstü xətilləri açım. İstəsəz təhlil yoğunluq üsulundan da gedə bilərsiniz, ya da özündən sonra neçə rəqəm qalır, o üsulundan da yaza bilərsiniz. 2-dən sonra 3 rəqəm qalıb deyə 3-0. 2000 oldu. A-dan sonra 2-0 var, 100A. B-dən sonra 1-0, 10B, bir dənə də 2. Sonra 32 vuraq. Burada artıq sən ifadə yazassan deyə AB üstü xətliyin açılışı müəyyən bir ifadədir. Bunu tərzə qoymalısan. 10A üstə gəl, 1B. İndi bunu vuraq açaq. Bu demək 2000. 2 ilə topladım, 2002. 100A, 10B. Bərabər nəyə? 32-ni vuraq açaq. 320A, 32B. Daha sonra nə edirəm? Məlumları bir tərəfdə, təbii ki, məhsullar da bir tərəfdə. Bu 2002 qalsın burada. A-nı gətirirəm 320 A-nın yanına. 320-dən 100 çıxanda 220. B-ni də gətirirəm bura. 32 B-dən 10 B-ni çıxanda 22 B. Niyə çıxanda deyirəm? Çünki keçirdəndə bilirəm ki, işarə ikisinə dəyişir. İndi baxsaz görərsiniz, hər tərəf 22-yə bölünür. Ədədlər hamısı 22-yə bölünür. Onu da bölək. Burada eləyir 91. Burada qalır 10A. Burada 22-yə böləndə 1. İndi biz əvvəldə demişdik 10A plus B elə AB üstü xətliyin açılışıdır. 91. Demək A nədir? 9. B nədir? 1. Bizə nəyi soruşur? 2 rəqəmli ədədi soruşur. 2 rəqəmli ədədimiz elə oldu 91. Vəssalam. Sualımız var. 91 oldu. 2002-nin böldüm 22-yə. 91 eləmir. Çox. Bəlkə səhv böldüm, qoyacam 91 eləyir. Ancaq elə idi. 91-dir, bəli. Hər tərəfi elə bir gördüm, eyni ədədə bölünür deyə, bərabərliyin bütün tərəflərini 22-yə böldüm. Bura qədər suallarınız var. Varsa verin.
xeyir yoxdur. Ya hər şey əla başa düşmüşük, ya da heç nə başa düşməmişik. Ümid edirəm ki, hər şeyi başa düşmüşük. Yəni, Sonra başa düşmüşük. uşaqlar, lap gözəl. Sonra qalıqlı bölmə qalır. Bunu gələn səfər izah edəcəm. Keçirik Əbubəçova. Niyə bunu burada saxlayıb keçirəm Əbubəçova? Çünki Əbubun tapşırığı çoxdur. Onun hamısını bir dəfəyə verəndə biraz sıxıcı olur. Amma yarı buradan götürüb yarı oradan qarışdıranda daha yaxşı olur. Adamın beyni yorulmur. Ona görə onu saxlayıram Əbubun yarısından verməyə. Gəlin baxaq indi. Əvvəlcə sadə vuruqlar haqqında danışaq. Ümumiyyətlə biz bilməliyik sadə ədəd hansıdır, mürəkkəb ədəd hansıdır. Sadə ədəd 1-ə və özünə bölünən ədədlərə deyirik. 1-ə və özünə bölünən ədədlər olduğu bizim sadə ədədlərimiz. Bu arada 1 nə sadədir, nə mürəkkəbdir. İndi deyim sizə niyə. Çünki heç birinin şərtini ödəmir. Sadə ədədin şərti nədir? 1-ə bölünsün. Tutaq ki, 5 sadədir də. Görürsünüz, 1-ə bölünür, bir də 5-ə. 2 böləni var. Mürəkkəb ədədində 2-dən çox böləni olur. Amma 1-in bir dənə 1-ə bölünür də, 1 böləni var. Görürsünüz, nə o yanlıqdır, nə bu yanlıq. Heç birinin şərtini ödəmir. Ona görə nə sadə deyirik, nə mürəkkəb. Ən kiçik sadə ədədimiz 2-dir. Sonra 3 var, 5 var. Və qeyd edeyim ki, 2 yeganə cüt ədəddir ki, sadədir. Qalan cüt ədədlər hamısı mürəkkəb olur. Sadə ədəd. Mürəkkəb də ki, 2-dən çox böləni varsa, yəni onlar hamısı olur artıq mürəkkəb ədəd. Baxaq indi burada bir də var qarşılıqlı sadə. Görürsünüz, qarşılıqlı sadə normal sadədən fərqlənir. Normal sadə ədəd deyəndə artıq bir ədədə aid bir anlayışdır. Qarşılıqlı sadə ədəd deyəndə 2 ədəd cütünün bir-birindən qarşılıqlı sadə olmasından gedir söhbət. Məsələn, 3 ilə 4-ü nümunə çəkə bilərəm. Bütün ardıcıl ədədlər bu arada qarşılıqlı sadədir. Bunu da hardan bilə bilərsiniz? Asan variantını deyim. Baxın, görün, bunları siz kəsir kimi yazsaz, ixtisar olunur nəyəsə. Görürsünüz, olmur. Demək, qarşılıqlı sadədir. Məsələn, 5 ilə 11. Kəsir kimi yaz o dəqiqə yoxlamaq üçün. İxtisar olunur? Yox, olmur. Demək ki, bunlar qarşılıqlı sadədir. Elmi dildə bunun qaydasını desək, belə deyərik də, ortaq vuruğu 1 olan ədəd. Birdən başqa ortaq vuruğu olmayan ədəd ya da. Lap gözəldə ixtisar olunmayan bir-birindən qarşılıqlı sadə adlanır. İndi gələk sadə vuruqlara ayrılma nədir? Sadə ədədləri tanıdıq. İndi bir ədədin sadə ədədlərin hasili şəklində göstərilməsinə sadə vuruqlara ayırma deyilir. Bir ədəd götürək, məsələn 100. Onu ayıraq vuruqlara. 100 bilirik ki, 2-yə bölünür. Daha mən götürüb burada 4-ə bölənmərəm, 10-a bölənmərəm. Çünki onlar mürəkkəb ədəddir. Və sadə ədədində ən kiçiyindən başlamalıyam. Bölünürsə təbii ki, 2-yə bölünmürsə məcbur 3-ə bölünürsə 3-dən başlamalıyam. Amma 2-yə bölünürsə daha 2-ni qoyub 5-ə keçmək olmaz. 50, 2-yə gedir 25. 25 baxıram 2-yə bölünmür, 3-ə bölünmür, 5-ə bölünür. 5 də özünə bölünür ancaq 1. Yazdım bu şəkildə. 2-dən 2 dənədir, 2 üstü 2, 5-dən də 2 dənədir, 5 üstü 2. Burada sizdən nə soruşa bilər? Bir soruşa bilər sadə vuruqların sayı. Baxırsan, sayırsan hər birini. 2-dən 2 var, görürsünüz. 2-dən də 5. Cəmi 4 dənə sadə vuruğu var. Əssalam. Bir soruşa bilər müxtəlif sadə vuruqlar. Fikir verirsiniz, sadə vuruq sözünün qarşısına bir dənə müxtəlif əlavə etdim. Ona görə artıq təkrarçılıq etməməliyəm. 2 dənədir. 1, 2, 1, 5. Hərəsini bir dəfə saydım. Bir soruşa bilər sadə bölən. Yadda saxlayın ki, sadə böləndən müxtəlif sadə vuruq eyni anlayışdır. Bunlar elə bir-birinə sinonim söz. Belə düşünün. Eyni şeydir. Sadə bölən də deyəndə hərəsini bir dəfə sayırsan 2 dənə. Daha təkrarçılıq eləmirik. Sonra bizim qarşımıza ən çox çıxan, ən çox istifadə etdiyimiz natural bölən. Natural bölən deyəndə ədədi bu şəkildə yazdım. 2 üstü 2, vur 5 üstü 2. Bu aşağı hissəsini silin, mənə lazım deyil. Ancaq qüvvət maraqlıdır bizə. İşarəliyin. Qüvvəti bir vahid artırırsınız. Bax, bunu da artırdım, bunu da. Sonra da vurursunuz. Bu olur 3 vur 3, yəni 9. Demək, bu ədədin 9 dənə bölündüyü ədəd var.
Düz deyib bunu fikirləşib tapmaq olur. 100 hansı ədədlərə bölünür? Bir-bir oturub yaza bilərsən. 1-ə bölünür, 2-yə, 4-ə, 5-ə və s. Bir-bir amma yazmaq vaxt itkisidir də. Sənə daha böyük ədəd versə artıq neçə saat oturub onu fikirləşəs deyilsən ki. Ona görə bu yolu bilmək lazımdır. Gəlin bir dənə də misala baxaq məsələn. Ədədi vuruqlara ayırdın 5 üstü 3, 2 üstü 4 aldın, 3 üstündə də 1 tutaq ki. Yenə aşağı hissəsi maraqlı deyil. Qüvvətə baxıram. Bir vahid artırırıq hər birini. Görürsünüz, hamısını bir vahid artırırıq və vururuq bir-birinə. 5, 4, 2. Bu da olar 40. Məsələn. Natural bölənləri də bu şəkildə tapmış olaraq. Bir də var uşaqlar, tam bölən. Tam ədədlərlə olan bölənlər yəni. Belə bir misal deyim də uşaqlar sizə. Bir ədəd 2-yə bölünürsə, o dəqiqə mən artıq bilirəm ki, mənfi 2-yə də bölünür. 5-ə bölünürsə, mənfi 5-ə də bölünür. Ona görə tam bölən deyəndə artıq natural bölən 2 qatı qədər olursa. Demək, tam bölən nəyə bərabər oldu? Natural bölən vur 2. Bunu tutaq ki, 9 dənə natural böləni yox idi. Tam böləni 9 vur 2, 18-dən olur. Ondan 2 dəfə çox. Səbəbi də yenə deyirəm. Məsələn, bir ədəd 1-ə, 2-yə, 3-ə bölünürsə, mənfi 1-ə, mənfi 2-yə, mənfi 3-ə də bölünür. Görürsünüz, cəmi 6 dənə, ümumi 6 dənə tam böləni olmuş olur. 2 qat artıq. Sonra gələk indi ən maraqlı hissə. Əbob, əçob. Bizə indi əbobun, əçobun çox qəşəng üsulunu öyrədəcəm. Ondan sonra düşünürəm ki, çaşmayasınız bir də iş vaxt. Birinci növbədə uşaqlar, bunların adını dəqiq bilmək lazımdır. Deyə bilərsiniz ki, adı nəyə lazımdır ki? İndi göstərəcəm. Əçob demək ən kiçik ortaq bölünəndir. Əbob isə ən böyük ortaq böləndir. Buna niyə deyirəm, diqqət edin. Fikir ver, biri bölünəndir, biri böləndir. Bunu qarışdırmamalısınız. Əçob bölünəndir, əbob böləndir amma. Bu nəyə görə lazımdır bizə? Tutaq ki, məsələnin şərtini oxudun, artıq görürsən ki, sən bölünən axtarırsan, orada biləsən ki, söhbət artıq əçobdan gedir. Yox, məsələnin şərtindən artıq anlayanda ki, sən bölən axtarırsan, onda biləsən ki, hə, demək ki, əbob tapırsan. Uşaqlar məsələn niyə qarışdırır? Məsələdə bilmir əçob mu tapsın, əbob mu? Çünki adına diqqət eləmir. Orada baxmır, bölünən mi istəyir, bölən mi istəyir. Onu da indi sizə açar sözlərlə göstərəcəm məsələlər üzərində. Yaxşı, indi gəlin baxaq əçoba, əbobu nətər tapmaq olar. Siz indiyə kimi yəqin ki, öyrənibsiniz sadə vuruqları ayırmaqla. Ənənəvi üsulu budur, kitablarda öyrədin. Amma çox rahat üsulu var, heç ona ehtiyac yoxdur. Tutaq ki, bir nümunə götürürəm. 25 ilə 40 olsun. Bunları kəsir kimi yazıram. Kəsir kimi. Fərqi yoxdur. Hansını aşağı, hansını yuxarı ürəyini istəyir yazın. Baxıram ki, bunlar nəyə ixtisar olar? 5-ə. 8-də 5. Görürəm ki, daha ixtisar olunmur ki, dayanıram. İxtisar olunursa eləyirəm ha. Axıra kimi ixtisar eləməlisiniz. Əgər siz əçob tapırsınızsa, uşaqlar, diqqətlə qulaq asın, çarpaz vurursunuz. 40-ı 5-ə vuranda nə eləyir? 200. Görürsən, 25-i 8-ə də vursan, yenə 200. Yəni, hansı çarpazı seçməyinin heç bir fərqi yoxdur. Hər halda 200 verir. Oldu əbob, əçob 200. Yox, sən əgər əbob tapsan, gəlin, eyni ədədlərin əbobuna da baxaq. Yenə, üsul nə idi? Kəsir kimi yaz. 40-da 25. İxtisar et. Qarşı-qarşıya bölürsünüz bu dəfə. 40-ın qarşısında nə dayanıb? 8. 40-ı 8-ə bölürsən. Eləyir 5. 25-i də 5-ə bölə bilərdisə bu arada. Yenə də 5 alırsan, fərqi yoxdur. Demək, əçob neynədir? Çarpaz vurdu. Əbob isə qarşı-qarşıya böldü. Bunları tapmağın yəni asan yoludur. Bir də var S. S ortaq olmayan vuruqların hasilidir. Olmayan vuruqların hasili. S-ni də bu üsulla tapmaq olar. Düzdür, biz ənənəvi üsulda öyrənmişik ki, sadə vuruqları ayıraq. Oradan ortaq olmayanları seçək bir-birinə vuraq. Amma ehtiyac yoxdur. Onu da kəsir kimi yaza bilərik. Yazırsan 40-da 25. İxtisar elədin.
8-də 5. Görürsünüz, ixtisarı hamısında eləyirəm. Axırda nə qalıb? 8 bir də 5 elə. 8-i 5-ə vururam. S də olur 40. Və salam. Bu da S-ni tapmağın rahat variantı. Üstündən gəlin bir dənə də keçək yekun. Əçob tapanda kəsir kimi yazıb ixtisar edəndən sonra çarpaz vurduq. Kres kimi. Əbob tapanda qarşı-qarşıya böldük. Qarşısındakı da yəni böldüm. S tapanda isə ixtisar edəndən sonra aldığım kəsir var idi 8-də 5. Həmin o 8-i 5-ə vurdum. Qutardı, getdi. Sonra burada çobda, əbobda bəzi xassələr var. Onları da bilmək lazımdır ki, misallarımız daha asan formada həll olunsun. Birinci, əgər sənə desək ki, A, B-nin bölənidir. Qalar, Azərbaycan ilə hazırlaşırsınız da, bilirsiniz. Orada A nədir? Mübtəda, B xəbər. Elə. Burada bölən hansıdır? Yəni A-dır da. A böləndir. Düzdür? Onda belə çıxır ki, bu ədədlərin əbobu A-dır, əçobu B-dir. Gəlin, niyə? Əzbərləməyin bunu. Uşaq götürür, bunu əzbərləyir. Orada A deməyəndə, B deməyəndə qarışdırır. Səbəbini baxın. A-dır da bölən elə. Görürsünüz, yazıb A böləndir. Mən də sizə demişdim axı, adlarına diqqət eləyin. Əbobun adı nə idi? Ən böyük ortaq bölən. Əçobun adı nə idi? Bölünən. Demək, əbob onda A olur, bölən olur. Burada bölünən də B idi də. Görürsünüz, B-nin bölənidir. Bölünən hansıdır? B. Demək, əçobları da B oldu. Yəni, əzbərləməyin, başa düşün, sözlə başa düşün ki, əbob böləndir, əçob bölünəndir. Sonra, çox qarşımıza çıxanlardan biri. Qarşılıqlı sadə ədədlər üçün. Qarşılıqlı sadə ədədlərin yadda saxlamaq lazımdır ki, əçobu onların hasilinə bərabər olur, A vur B-yə. Əbobu isə 1-ə bərabər olur. Qarşılıqlı sadə ədəd yuxarıda qeyd eləmişdik. O, bir-birindən ixtisara getməyən ədədləri də 5-dən 11 tutaq ki, əçob desə 5-i 11-ə vurub 55 deyəsən, əbob desə elə 1 götürürsən. İstənilən qarşılıqlı sadə ədəd üçün. Sonra, əçob AB vuraq əbob AB. Əçobun əboba vurulması ilə bizə A vur B-ni verir. Bu da işimizi asanlaşdırır. Məsələn, biri var ki, oturasan 1 saat bunların əçobunu tap, əbobunu tap, sonra onları vur bir-birinə. Amma biri də var ki, elə direkt görən kimi A-nı B-yə vurub cavabı deyirsən. Görürsünüz, işimizi asanlaşdırır. Gəldik 4-ə. Əçob böl əbob. Bu da C-ni verir. C yuxarıda dediyimiz C idi, ortaq olmayan vuruqları. Demək, hasili A vur B-ni verdi. Amma əçobun əboba bölünməsi C-ni verdi. 2 dənə də düsturumuz var. Kök altında olan. Bunlar da asandır, rahat yadda qalan düsturlardır. Əçobunki ABC-dir. Əbobun düsturu isə AB böl C-dir, kök altda. Bunu da suala baxanda adam bilir ki, artıq bu sualda bu düsturu istifadə etməlisən və yaxud da nəyi istifadə etməlisən. Çünki görürsən ki, sualda bax, göstərimdə sizə. 15-ə baxın, AB böl C-ni verib də. O dəqiqə bilirsən ki, artıq bu düsturdan gedir söhbət. 16-da da onun kimi. A vur B-ni verib 72 min. C-ni verib 20. Əçobu soruşur. Əçob nə idi? Kök altda ABC. Yerinə qoyursan, tapırsan. İndi baxacaq bunların hər birinə. Baxın, burada başqa nəsə qalmadı ki. Məncə dedik hər şeyi. Gəlin nümunələr üzərində işləyək. Burada bir düstur var, hə, o qalıb, onu deyim. Qarşılıqlı sadəni dedik də. İndi gəlin görək qarşılıqlı sadə olduğu ədədlərin sayı necə tapılır. Qarşılıqlı sadə olduğu ədədlərin tapılması. Bunu sizə müxtəlif formalarda soruşa bilir. Bəzən kəsir verir, deyir ki, neçə kəsir yaza bilərəm ki, ixtisar olunmasın. Elə biz də demişdik axı, ixtisar olunmamaq qarşılıqlı sadə olmaq deməkdir. Bəzən də bu 3-dəki kimi soruşa bilir. Yazıb 24-dən böyük olmayan 2 rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var.
Burada əslində bir-bir sayıb da tapa bilərsiniz. Sadəcə mən düsturu sizə demək istəyirəm ki, daha böyük ədədlərdə istifadə edəsiniz. 24-ü yazırsınız, sadə vuruqlara ayırırsınız. 12, 2-yə gedir. 6, 3, 3-3-ə 1. Sonra baxırsınız burada müxtəlif sadə vuruqları işarələyin. Müxtəlifləri. Təkrarçılığa ehtiyac yoxdur. Yazın 24 vuraq. 1 çıxaq 2-də 1. Görürsünüz bu vuruğu tərsinə yazdım. 2 idi 2-də 1 yazdım. Bir də 1 çıxaq 3-də 1. Vəssalam. Bunu hesablayanda bizə qarşılıqlı sayda olduğu ədədlərin sayını verir. İndi bunu kəsirlərin toplamasına, çıxılmasına kiminsə çətinliyi varsa, düşünürəm ki, olmaz, yaxşı bilərsiniz. Varsa, adi kəsirlərin toplanmasının, çıxılmasında ətraflı keçəcək bunda. 2-lər gedir, 3-lər gedir, 8. Demək, bunun 8 dənə düz qarşılıqlı sayda olduğu ədəd var. Amma burada gör nə deyir? 2 rəqəmli ədədlər içərisindən. Yəni, mən buradan bir rəqəmliləri sayıb çıxmalıyam artıq. 24 ilə məsələn 1 qarşılıqlı saydadır, ixtisar olmur. 2 yazanmaram, çünki hər ikisi 2-yə bölünür. 3 yazanmaram, hər ikisi 3-ə bölünür. 4 olmaz, 5 olar. 5 ilə ixtisar getmir də. 6 olmaz, 24 ilə 6 ixtisar gedir də, hər ikisi 6-ya bölünür. 7 də olar. 8, 9 olmaz, 9-un 3-ə gedir. Və salam da, qalanları onsuz 2 rəqəmlidir. 3 dənə oldu mu? Yazıram 3 ədəd. 8 dənədən də bu 3 dənənin sayını çıxıram, 1 rəqəmlilər. Çünki mənə ancaq 2 rəqəmlilər lazım oldu. 5 dənə qalır. Cavab olur 5. Yenə deyirəm, burada vacib deyil düsturdan istifadə edəsən. Bir-bir sayıb da tapmaq olar. Amma yəni düsturu bilməyinizdə fayda var ki, böyük ədəd olsa, bir də 1 saat oturub onu fikirləşmək çətin olar. Belə. Qarşılıqlı sayda bildikdə nə oldu? İxtisar olunmayın. Yəni ortaq bölündükləri bir ədəd olmayın. İndi gəlin burada baxaq başqa çətin bir tapşırıq. 9-a baxın. Düz çətin deyil, amma bəzən uşaqlar çaşa bilir bunda. A natural ədədinin deyir 5 sadə vuruğu var. Ürəyiniz istəyən yerinə bir ədəd yazın. Sadəcə 5 dənə sadə vuruq olsun. Məsələn 2 üstü 5. Görürsən 2-dən 5 dənədir də. Elə B-yə də 2 üstü 9-dur. Kimsə deyər müəllim mütləqdir ki 2 deyim. Fərqi yoxdur, 3 üstü 5-dir. Və yaxud da belə də deyə bilərsən. 2 üstü 2-dir, 3 üstü 2-dir. 3 üstü 3-dir daha doğrusu. Elə bil 2 dənə bundan, 3 dənə bundan. Cəmi yenə 5 dənə edir də. Heç mən hesablamasan olsun deyə belə deyirəm. İndi bizdən nə soruşur? A vur B-ni. Gətiririk yerinə qoyuruq. Biz də yaxşı bilirik ki, vurma zamanı üstlər toplanır. 5 ilə 9-u toplayıram, üst eləyir 14. Demək, bu hasildə 14 dənə sadə vuruq var. Uşaq çaşır, çox vaxt vurmadır deyə, elə götürür 5-i 9-a vurur, 45 deyir. Çaşdırmaq üçün cavabı 45-i də yazıblar, görürsünüz. Amma bilmək lazımdır ki, vurma zamanı üstlər toplanır axı. Bu da əslində natural ədədlərə aid deyil, vurma zamanı üstlərin toplanması. Tam cəbri ifadələri keçəndə biz deyirik. Amma düşüb də daha indi bilmək lazımdır ona görə. Ki, vuranda üstlər toplanır. Sonra gələk, burada görüm. Yəni, sizə məsələlər haqqında bəzi ipucular deyim. İstəyirsiniz yazın, qeyd eləyin. Bax, mən burada da yazım. Sonra, çünki bu PDF-i sizə göndərəcəm. Baxarsınız, istifadə edərsiniz. Demək, yadda saxlayın. Addım məsələləridir. Sonra avtobusun reyslərin üst-üstə düşməyi, avtobus, cəmi, o deyirik bir cəmi 15 dəqiqədən bir çıxır, biri nə bilim 20 dəqiqədən bir. Bu üst-üstə düşmək söhbətlərində bizə lazımdır, deməli, əçob. Əçobdan istifadə edərək tapırsınız. Yaxşı, bəs əbob hansı məsələlərdə lazım olur? Əbobda kafel məsələlərində lazım olur. Nətər kafel? Deyir, kafelləri birləşdirib döşəmə düzəlirsən, döşəməni təmir edirsən. Və yaxud da sual var idi, əvvəlki topluda indi ondan çıxardıblar. Sual var idi, kiçik mozaika şəkillərini birləşdirib böyük şəkil əmələ gətirirdi. Bax, orada da, o tipli suallarda da deməli əbob lazım olurdu bizə. Bir də hansında bilirsiniz? Müəyyən metrdən bir dirək bastırır, bayraq bastırır və yaxud da ağac. Qoy yazım, dirək, ağac, bayraq. Yəni, bu tipli şeylərdə əbob. Yəni, bunu niyə deyirəm? İmtahanda tutaq ki, çaşdın, indi adam həyəcanlanır da, fikirləşənmədi, nə pis halda bu
Dediyim qaydaları yadda saxlayın ki, bu tip məsələlərdə yuxarıdakılar da çox, bu misərdə də əbob lazım olur. Amma təbii ki, bunu əzbərləyərək yox, məntiqini başa düşərək də işləmək olar. Gəlin sizə göstərim. 14. Deyir bir nöqtədən iki müxtəlif çevrə üzrə iki nöqtə eyni zamanda hərəkətə başlayır. Birinci nöqtə 50 saniyədən bir qayıdır çıxış nöqtəsinə, ikincisi isə 60 saniyədən bir qayıdır. Hansı deyir ən qısa müddətdə onlar çıxdıqları nöqtədə görüşərlər. Biz dedik ki, bu tipli üst-üstə düşmək suallarında əçob tapırıq. 50, 60. Bu da olur 300. Vəssalam. Demək 300 saniyədən sonra bunlar görüşəcəklər. İndi gəlin bunun hardan alındığını sizə göstərim. Birinci nöqtə neynir? 50 saniyədən bir qayıdır. İlk dəfə elə 50-ci saniyədə qayıtdı. Sonra 50 saniyə keçdi 100-cü saniyədə. Sonra 150-ci. Sonra 200. 250-ci saniyə. 300-cü saniyə. 350-ci və s. o şəkildə gedir. Düzdür? İkinci nöqtə neynir? Hər 60 saniyədən bir qayıdır ora. 60-cı, 120-ci, 180, 240, 300. Aha, bunu yazanda dayanıram. Davamı lazım deyil. Görürsünüz, ilk dəfə 300-cü saniyədə görüşdülər. Yəni, bunun əsas buradan yaranıbdır. Hər ikisinə bölünən ədədləri yazırıq elə bil. Onun içindən ortaq olanı seçirik. Ortaq bölünəni. O da elə direkt birbaşa əçob 50-60 yazırsan, tapırsan. Səbəbi də amma aşağıda göstərdiyim kimidir. Baxın, məsələn, 18 də bunun kimidir. Addım məsələsidir. Oğlanın addımı budur, qızın addımı budur. Nə edirik? Təbii ki, qısa yolu bilirdik də biz. Əçob 45, 35. Bunu da biz kəsir üsulundan öyrəndik ki, rahat şəkildə yazmaq olar. İxtisar edirdik. 5 aparsam 9, 7. Əçob tapıramsa çarpaz vururam. 45-i 7-yə vuranda 280, 315 eləyər. Demək, 315 santimetrdən bir oğlanla qızın addımı üst-üstə düşür. İndi görürsə nə deyir? Deyir ki, 630 metr uzunluqda olan məsafəni addımla ölçürlər. Ayaq izləri deyir, neçə dəfə üst-üstə düşər. Bu 630 metr santimetrə çevirsəm, çünki bu birisi santı iləndir. 1 metr 100. Səs kaydı dayanmışdı, onu düzəldirdim. Demək, 1 metri santiyə çevirəndə 1 metr 100-ə vururam. Olur, demək, arxasını 2, 0, 63.000 santimetr. Mən də bilirəm ki, hər 315-dən bir bunlar üst-üstə düşür də, görüşür addımları. Ona görə bölürəm bunu 315-ə, görüm neçə dəfə görüşür. Bu da elə 630-u 315-ə böləndə 2 düşür. Arxasında da 2, 0. Demək, 200 dəfə addımları üst-üstə düşər. Salam. Mən bayaqçı kimi idi. Sadəcə olaraq burada yolun uzunluğunu da vermişdi və məndən neçə dəfə üst-üstə düşəcəyini soruşurdu deyə böldüm, o şəkildə tapdım. Sonra gəlin sizə bir dənə də xassisə deyim. Yuxarıdan deməyi unutdum. Burada sual gördüm, yadıma düşdü. Deməli, baxın bu xassəyə. Tutaq ki, mən yazıram, əçobda da keçərlidir bu, əbobda da. 5K, 4K, tutaq ki. K hər ikisində varsa, uşaqlar, siz onu mötərizə xaricini çıxarda bilərsiniz. Yazarsınız, tutaq ki, K vuraq, əçob 4, 5. 4 ilə 5-in də əçobu qarşılıqlı sadə deyə elə hasilləri olur 20. K-ya da vurdum 20K. Yəni, bu xassədə göz önündə saxlayın, lazım olur. İndi 22-də göstərək. Baxaq ki, nətər lazım olur. Belə suallardan uşaqlar çox vaxt qorxur, amma bu xassədən istifadə edəndə rahatdır. Deməli, əbob 8n-in kvadratı üstə gəl 6n. Burada da 8n-in kvadratı üstə gəl 10n. Gəlin, bunu bir vuruqlara ayıraq. Görək nə var hələ bunun içində. 8n-dən 6n-dən 2n ortaqdır. Hərsi 2-yə, bir də n-ə bölünür. Qalır 4n, üstə gəl 6-nı da 2-yə böləndə 3 qalır da. N çıxıb çölə, görürsünüz da burada eləcə 3 qalır. Burada da
8n kvadratından 10n 2n'ə bölünür yenə. Qaldı 4n plus 5. Bərabərdir 20. İndi görürsünüz uşaqlar, hər ikisində 2n var. Mən bunu çıxardıram xaricə. Nə qaldı? Əbob 4n plus 3 4n plus 5 20'dir. Uşaqlar, bunlar ardıcıl tək ədədlərdir. Siz hardan bildim? 4n cüt ədəddir də. Nə isə 4-ə vurmuşamsa təbii ki, cüt alınır. Tərkibində 2 vurğu var. Onun üstünə 3 gələndə artıq tək ədəd gələndə tək alınır. Fikir versiniz, aralarında da 2 vahid fərq var. Tək ədədlər 2-2 artır axı. 1, 3, 5, 7, 9. Həmişə 2-2 artır. Yəni oradan tuturam ki, artıq bunlar ardıcıl təkdir. Ardıcıl tək. Ardıcıl təklərdə həmişə qarşılıqlı sadə olur. İstədiyiniz üzərində baxın. Bax, 9 ilə 11 görürsünüz, qarşılıqlı sadədir. Ardıcıl cütlər yox ha. Ardıcıl təklər həmişə qarşılıqlı sadə olur. Bunu yadda saxlayın. Bu qayda kimdə istəyirsiniz, dəftərinizə qeyd edin. Məsələn, 5 ilə 7, 15 ilə 17. Bir demək, hansı ədədlər qarşılıqlı sadə olur? Bir ardıcıl ədədlər, ümumiyyətlə ardıcıl ədəd. Bir-birinin dalından gələndə, məsələn, 3, 4, 7, 8, 10, 11. Bir də ardıcıl təklər. Bunlar həmişə demək nə oldu? Qarşılıqlı sadə. Biz də sizdən öyrəndik ki, qarşılıqlı sadə ədədlərdə əbob 1-dir. Tez əbobların yerinə 1 yazıram. Görürsünüz, işim nətər asanlaşdı. 2n 20-dirsə, n də 10 oldu. Bundan sonrası su kimidir. Gətirəm, indi burada yerinə qoyuram. N-in yerinə 10 qoyuram. 10-un kvadratı. Gəlin burada üstündə yazaq, elə hesablayaq. 10-un kvadratı üstəgəl 10. Burada da 10-un kvadratı üstəgəl 3 vurağım. Bu eləyir 110. Bu eləyir 130. Bunların əkobu. Bunu da kəsir üsulundan tapa bilərəm. 10-a ixtisar eləyirəm. 13-də 11. Əkob tapanda bilirdik ki, çarpaz vurmalıyıq. 11-i 13-ə vuranda 143. Gəlin sizə bir dənə də sir verim. 11-ə vurmağın asan yolu. 2 rəqəmli ədədlər üçün keçərlidir. Başdan deyirəm. 2 rəqəmli ədədi 11-ə vuranda, məsələn 13-ü vuranda 1-i yaz, 3-ü yaz. Ortaya da 1 ilə 3-ü topla yaz. 4. 143. Məsələn 25 11-ə vur. 2-ni yaz, 5-i yaz. Ortaya da 2 ilə 5-i topla yaz. 7. Demək, bu nə üçün keçərlidir bu qayda? 11-ə vuranda 2 rəqəmli ədədlər üçün keçərlidir. Bunun 101-ə vurması da var. O da buna oxşardır. 101-ə vururamsa mənə əgər 2 rəqəmli ədədi belə alınır. 25-25. Özünün təkrarı. Bu da maraqlıdır. Məsələn, 13-ü vuranda 101-ə. 13-13. 1313 da elə belə. Bunlar oxşuyur bir-birinə. Hətta saxlayın. Yəni, vaxt qazandırır da belə üsulları bilmək. Bir var oturub vurasan, imtahanda siz bilirsiniz ki, 5 saniyənin belə hökmü var. Sonra gəlin bu suala baxaq. Bu sual da yenə məşhur sualdır. Blok imtahanına düşüb. 2 dəfə, 3 dəfə düşüb özdən. Bir ədədin sadə vurğuları. Hətta səhv eləmirəmsə keçən ilkinə də düşmüşdü. Keçən ilkinə bilsiz nətər düşmüşdü? 3 dənəlisi düşmüşdü. Burada 2 dənədir. Tutaq ki, biri də var idi burada. Fərq yoxdur. 2 dənə də olsa, 3 dənə də olsa eyni gedişatdır. Məsələn, riyaziyyatı biraz zəif olan şagird buna dəqiqə baxar, deyər, bunu kvadrata yüksəldim 57-ni. Sonra 38-i kvadrata yüksəldim, topluyum. Sonra da sadə vurğuları ayırım. Və adamın vaxtı gedər. İmtahanda çox uşaq niyə yaza bilmir? Çətin yollardan istifadə elədiyinə görə. Çətin yollardan istifadə eləyir, vaxtı itir, sonra bildiyi suala da vaxtı çatmır. Ona görə asan yollardan istifadə etmək lazımdır ancaq. Burada sadə vurğuları ayırmaq demir. Baxın, bir sadə vurğularının sayını tap. 57-ni sadə vurğulara ayır elə üstündəcə. 3-ə gedir 19, 19-dan 9-a 1. Gətir 57-ni yerinə 3 vur 19 yaz kvadratı. Sonra 38-ə eyni şəkildə vurğulara ayır. 2-yə gedir 19, 19-dan 9-a 1. Eyni formada yaz. Mötərizədə olanda bu qüvvət artıq hər birinə aiddir də, demək ki, həm 3-ün kvadratı olur, həm 19-un kvadratı. Həm 2-nin kvadratı olur, həm 19-un kvadratı. Burada da görürsünüz 19-un kvadratı hər ikisində var.
Biz də bayaq paylama xassəsi keçdik. Dedik, hər ikisində varsa onu mötərizə xaricinə çıxardırıq. Burada qalacaq 3-ün kvadratı, arada toplama, burada da 2-nin kvadratı. Bu da nə eləyir? 9, 4, 13. Uşaqlar, əgər burada aldığım 13 mürəkkəb ədəd olsa, təzədən bunu bir də vuruqlara ayırmalıydım. Çünki sadə vuruqların sayını istəyir bizdən. Amma 13 özü görürəm sadə ədəddir də, daha buna nə edeyim ki? Belə qalır. Baxın, 2-dən 19 var burada. 19 2, 2-dən 19 deməkdə. 19 vur, 19 elə bil. Bax, belə yazım. Ümumi 3 dənə sadə vuruğu var, görürsünüz. 2-dən 19, 1-dən 13. 3 ədəd sadə vuruq. Yəni, biri var bunu bu yolla yazasan, biri də var ədədləri kvadrata yüksəlt, topla, vuruqlara ayır, nə qədər vaxtın gedər. Amma belə, necə yazdıq? Üstündəcə elə vuruqlara ayırdıq, ortaq vuruğu çıxartdıq. Özdə belə sualların hamısının bir elə bir xasiyyəti var. Mən sizə demişəm də başdan riyaziyyatın xasiyyətini. Təsadüfi sual salmır sizə heç vaxt. Elə sual salır ki, sən onu rahat şəkildə asan üsulla işləyə biləsən. Həmişə burada elə ədədlər verir ki, ortaq vuruq alınır. İndi bəlkə də hansınızınsa ağlından keçir də, Çay müəllim, bəs burada birdən 19 hər ikisində olmasa nə edərik? Yəni, həmişə elədə də olur ki, ikisində də ortaq vuruq olur. Yəni, bu suallar elə düşür, narahat olmur. Bax, bu birisine baxınlar. 51, 17 vur 3'dür də. 34, 17 vur 2'dir. Görürsünüz, 17 var hər ikisində. 17'nin kvadratı daha doğrusu. Belə. Yəni, qaranlıq qalan hissə olanda yenə deyirəm, deyin, utanmayın, çəkinməyin. Heç vaxt. Sonra gəlin baxaq burada 36-ya. Deyir, A və B ardıcıl natural ədədlərdir. Bu cümləni oxudum. Dayanıram bir saniyə ki, bu cümlə beynimə bir geçsin. Görüm nə demək istəyir. Ardıcıl natural ədədlər bilirdik ki, qarşılıqlı sadə olurdu. Qarşılıqlı sadə ədədlər üçün də əkob onların hasilinə bərabər olurdu. Əbob isə 1-ə bərabər olurdu. Tez indi bu misalda harada əkob görürəmsə yerinə A vur B yazıram. Bax, bu da blok imtahanına düşüb buna bənzər bir sual. Harada əbob görürəmsə 1 yazdım. İndi buna baxın. 2AB çıx. 5 oldu. 79. 5'i keçdim tərəfə. 2AB oldu. 84. AB də oldu. 84 bölü 2. 42. Elə baxın. Sizdən də onu soruşur. AB hasilini. Vəssalam. Demək tapdıq. Yəni də baxım 40'a qədər. Bu dəfə çünki 40'a qədər verəcəm. İlk dərslərdə yəni çox tapşırıq verməyin tərəfdarı deyiləm. Normal vermək lazımdır ki, yavaş-yavaş adaptasiya olasan, öyrəşəsən, beynini riyaziyyata sonra artırmaq olar. Deməli, 40-da da maraqlı sualdır və blok sualıdır. Diqqətinizə çatdırım. A-nı verib sənə 2 üstü n, 3 üstü m. Bax, sırf buraxılış imtahanına hazırlaşanlar. Heç vaxt blok sualı görəndə deməyin, bu mənəyə lazımdır ki, əgər yüksək nəticə istəyirsinizsə, blok suallarına da baxmalısınız. Ki, imtahanda həm sürətli işləyə biləsən, həm də ki, yüksək nəticə toplayasan. Sırf buraxılış sualları işləyəndə ortabab yazmaq olur, normal belə. Amma bloka da hazır şəkildə olanda buraxılış suallarını yüksək yazmaq olur. Yəni, lazım olmasa mən heç vaxt istəmərəm də sizin beyninizi yorum. Deyir, ədədinin sadə vuruqlarının sayı 8 dənədir. Sadə vuruqların sayı deyəndə biz baxırdıq burada, düzdür? N dənə bundandır, M dənə də bundan. Demək, M plus M nədir? 8. Natural bölənlərin sayı deyəndə nə edirdik, ya uşaqlar? Yenə baxırdıq qüvvətə. Bir vahid artırırdıq və vururduq bir-birinə. Olub 24. İndi fikirləşirəm. Vuranda 24 eləyən hansı natural ədədlər ola bilər ki, hansı ki, N üstəgəl M də 8 olsun. Məsələn, vuranda 24 eləyən 3 ilə 8-dir, biz bilirik ki, 2 ilə 12-dir, 4 ilə 6 və s. Yoxlayaq görək hansılar ödəyir. Tutaq ki, 1 ilə 24-dən başlayıram, ilkdən başlayaq ki, arada heç nə qalmasın. N onda 0 olur, bu düz gəlmir. Çünki N plus 1 1-dirsə, N-ə 0 qalır da. 2 ilə 12. Onda N nə olar? N 1 olar, M 11. Cəmləri 8 olmadı axı. Deməli, bu da səhvdir. Sonra 3 ilə 8. N nə olur? 2 olur.
M7 olur. Cəmləri 8 eləmədi, 9 elədi, səhvdir. 4 ilə 6. N10-da 3 olar. M-də 5. Aha, gördünüz? İndi tapdıq. Çünki cəmləri 8 oldu. Bizə nə istəyir? M çıxaq N-i modulda. İndi sizə deyim niyə modulda yazılıb. Çünki siz əslində N-ə 5, M-ə də 3 deyə bilərdiniz də. Çünki 4 vur 6 da olar, 6 vur 4 də olar. Düzdür? Ona görə yəni N 3 də ola bilər, 5 də ola bilər. Modulda yazmağın səbəbi odur ki, sən 3 çıx 5 də yaza bilərsən, 5 çıx 3 də yaza bilərsən. Belə olsa mənfi olmasın deyə modulda qoyub ki, yenə müsbət 2 yazasan, hər türlü yəni eyni cavab alasan. Başa-düşdünüz? Yəni sizə demişdim, axı riyaziyyat təsadüfü deyil. Mütləq ki, nəyisə düşünərək verib sizə orada. Bildiniz nə demək istədim? Bax, bir də deyirəm. 4 vur 6 da 24-dür, 6 vur 4 də 24-dür. Ona görə sən yeri dəyişik də ola bilərdi. N5, M3 də ola bilərdi. Burada da fərqi istəyir də. Mən 3 çıx 5 də yaza bilərəm, 5 çıx 3 də. Birində cavab 2-dir, birində mənfi 2-dir. Bir sualın 2 cavabı olmaz axı. Ona görə modul da qoyubdur ki, elə də olsa müsbət 2 alasan cavabı. Hər iki halda. Oldu. Deməli, mən sizə tapşırıq nə verirəm? Bunu 40-a qədər işləmək. Qrupa da indi yazılı şəkildə göndərəcəm. Dərsdə də deyim, qeyd eləyin. Əfşob əbobu 40-a qədər işləmək. Sonra say sistemində yazılışını axıra qədər işləyirsiniz. 32 dənə buradadır. Toplanması çıxılmasında da 21 dənədir. Bunu da yenə işləyirsiniz hamısını. Dediyim kimi, tapşırıq dəftərlərinizi hər həftənin sonu mən yoxlayacağam. Mütləq şəkildə hamı bir nəfər kimi çəkir, mənə göndərir. Mən orada həftə ərzində siz nə yazıbsınız, nə yazmayıbsınız, hamısına bir-bir baxacağam. Yəni, hər tapşırığı mütləq yazın uşaqlar. İlin əvvəlidir. Yəni, siz indi yaxşı başlamalısınız ki, ilin sonunda da nəticəniz yaxşı olsun. İlin sonunda peşman olmamaq üçün. Mən şagirdlər tanıyıram. Keçən il bir şagirdim var idi. Gec tanış olduq ondan. İmtahanın birinci şansı vermişdi, ikinci şansına bir ay qalmışdı. O qədər peşman idi ki, əvvəldə oxumadığına görə. Özü çox qəşəng beyni var idi. Bir şeyi bir aya, yəni o nəticəsini yarı-yarıya qaldırdı. Birinci imtahanda 4 dənə yazmışdı, birinci şansda. Bir aya inanırsınız nəticəsini 12-yə qaldırdı. Yəni, dediyim odur ki, o həmişə dilə gətirirdi ki, müəllim, o qədər peşmanam ki, kaş vaxtında oxuyardım. Yəni, ilin əvvəlidir, vaxtında oxuyun, müvəqqəti çətinlikdir. Həvəsdən düşsəz özünüzü tez həmişə həvəsə gətirməyə çalışın. Yəni, həmişə yola çıxanda o yola niyə çıxdığınızı xatırlayın. Yolun sonunda sizə nə qazanacağınızı xatırlayın ki, həvəsdən düşməyəsiniz. Mən də başa düşürəm, indi siz də robot deyirsiniz ki, adam yorulur, həvəsdən düşür, o enişlər, yoxuşlar olur, hamıda olur, normaldır. Əsas odur ki, o uzun müddətli davam eləməsin. İndi mən də gücüm çatdığı qədər həmişə istəyərəm ki, sizə kömək olun. Nəsə çətinliyiniz olanda, sözünüz, sualınız hər mənada yazıb müraciət edə bilərsiniz. İndi bu ilk dərsimiz idi, qısa çəkir. Növbəti dərslərdə də yenə sizin səhvlərinizə baxırıq birinci, dərs keçirik, suallar, müzakirələr. Başqa sizin mənə sualınız, başa düşmədiyiniz nəsə varsa deyin. Yoxdur ki, sualınız? Ümid edirəm ki, hamı hər şeyi yaxşı başa düşübdür. Yenə dərsdən sonra da sualınız olsa, çəkinmədən mənə WhatsApp-da atın, göndərin. İndi dərsdə olaram birdən, həmən dəqiqə baxanmaram, amma sonra mütləq sualınıza geri dönüş eləyəcəm. Sağ olun onda uşaqlar. Görüşənə dək hələlik. Sağ olun. Video qeydi göndərəcəm, baxarsınız. Oldu, sağ olun.